Azadlıq prospekti 104, mənzil 23-də. Rızayeva Rahilə. Burada bərabərdir. Biz 8 ailə başıyıq. 8 ailə var burada. Rızayeva Rahilə. Sən Məmmədova Səbinə. Çünki anam atam rəhmətə gedib. Bu ev vərəsəli ilə 8 övlada qalıb. 8 ailə başçısına burada qalıb. Hamımızın burada əmlakımız var. Ekspertizə bax, məhkəmə ekspertizası təyin elədi. Mənim evim əslində mənim dilimdə 360 kvadrat yerim. Bax, bu yer, evimin yeridir. Bu da mənim həyətim idi. Allah ölə nəzər məsələn, mənim atam rəhmətə gedəndə mən öz həyətimdə Çadır Qübə atamın ehsanını eləmişim, yerim. Bax, bu həyətdə, burada mənim həyətim idi. Mənim öz deməyimlə 360 yox, bəlkə də 400 kvadrat idi. Amma məhkəmə ekspertizalar təyin elədi. Mərkəzi ekspertiza gəlib, təyin eləyib, çəkiblər, çıxarıblar ki, yox, Rahilə xanım, sizin eviniz 240 kvadratdır. Ev yox, cəhənnəm, 240 kvadrat. 240 kvadratlı evimi, əmlakımı mənim istəyən bir şirkət sahibi. Məni 5 ildir küçələrdə qoyur. 5 ildir nəyə görməkdir? Bugün də gəlib mağazamı, bax, orada. Mağazamı çöküb, dağıdıb yerlə yeksan eləyib. Buranın sahibi kimdir? Məlumat verilibmi sizə? Məlumat verilir ki, Rafael Qarayevdir. Alimsi şirkəti. Alimsi şirkəti. İndi Avrasiya Konstruksiyası elə də adına gedir, ikisi adına gedir. Hə, bax Alimsi şirkəti Rafael Qarayev. Nə bilim, orada işi var, yanında işləyirdilər, Ziya müəllim idi. Əvvəllər evi dağıdan vaxtları görmüşdüm. Sonra elə ki tikintisinə bilmədik, bizi sakitləşdirdilər, yerin düzəltdilər. Bu tikintiyə başlayandan sonra da bizi qəbul etdilər. Kompensasiyona bağlı deyir, məhkəmə nə qərar çıxardarsa onda. Məhkəmənin qərarını gözlə də onda. Niyə dağıdırsan? Niyə mənim mağazamı da dağıdın? Geçen il ben buraya gələndə siz bax bu binanın altında yatırdınız. Bəli. Yolun düşəsən. Getdik ofisə. Ofisdə söz verdilər ki, sizi təmin edəcəklər. Bəli, həmişə söz verirlər xanım. Həmişə söz verdilər. Heç biri əməl eləmədi. Yaxşı, düzələcək. Bütün yenə çəkilişlər gəldi, ictimailəşdirildi. Allah sizdən razı olsun. İctimailəşdirildi. Dedilər ki, verəcək. Düz 2 il gözlədim. 2 ildən sonra bura tikilib təhvil verəndən sonra şirkət sahibi mən apardı verdi məhkəməyə. Məhkəməyə verdi ki, kupça mənim adıma olan, bu evdə olan kupçam ləğv olunsun. Hə, ləğv olunsun. Bu ləğv olunsun. Məhkəmə qərar çıxartdı ki, mən vətəndaşın kupçasını ləğv eləyə bilmərəm. Şirkət sahibi vətəndaşı ver, razı sal. Əmlakın evinə təmin etməlisən. Bu ay başına dönüm. Bu qaldı. O günləri martın 5-də ictimailəşdirdim. Gəldiniz, çox sağ olun, minnətdaram. Gəldiniz, çəkdiniz. Nəsimi rayon polisinin rəisinin özü gəldi, çıxdı işin üstünə. Gəldi bura, dayandırdı işi. Dedi ki, burada hər şey yığışdırdı, dayandırdı. Dedi, hər şey sizin normal yoluna qoyulacaq, şirkət sahibini çağıracaq, danışacaq, vətəndaşı razı salacaq. Üstündən bax 20 gün, 25 gün getib gəlim ki, bugün gəliblər, mən evdən çölə çıxmışam, gəlib mağazamı da yerlə yeksan eləyib. Nəyə görə? Mən də vətəndaşam. Nəyə görə şirkət çağırıb mənə demədi ki, ay vətəndaş, məsələn, bura bir halallıq da lazımdır. Nəyə görə mənə demədi ki, ay vətəndaş, buranı təmizləməliyəm, sənin mağazanı uçurtmalıyam, bir razılıq olmalıdır. Bir razılıq mənə çağırdı mı, razılıq aldı mı? Yox. Getdim. Yenə Nəsim rayon polisinə bax, bu getdim. Buranı dağıdırlar, getmə. Getdim, icra hakimiyyətinə getdim. Azadlıq prospekti 104, mənzil 23-də. Rızayeva Rahilə. Burada bərabərdir. Biz 8 ailə başıyıq. 8 ailə var burada. Rızayeva Rahilə. Sən Məmmədova Səbinə. Çünki anam atam rəhmətə gedib. Bu ev vərəsəli ilə 8 övlada qalıb. 8 ailə başçısına burada qalıb. Hamımızın burada əmlakımız var. Ekspertizə bax, məhkəmə ekspertizası təyin elədi. Mənim evim əslində mənim dilimdə 360 kvadrat yerim. Bax, bu yer, evimin yeridir. Bu da mənim həyətim idi. Allah ölə nəzər məsələn, mənim atam rəhmətə gedəndə mən öz həyətimdə Çadır Qübə atamın ehsanını eləmişim, yerim. Bax, bu həyətdə, burada mənim həyətim idi. Mənim öz deməyimlə 360 yox, bəlkə də 400 kvadrat idi. Amma məhkəmə ekspertizalar təyin elədi. Mərkəzi ekspertiza gəlib, təyin eləyib, çəkiblər, çıxarıblar ki, yox, Rahilə xanım, sizin eviniz 240 kvadratdır. Ev yox, cəhənnəm, 240 kvadrat. 240 kvadratlı evimi, əmlakımı mənim istəyən bir şirkət sahibi. Məni 5 ildir küçələrdə qoyur. 5 ildir nəyə görməkdir? Bugün də gəlib mağazamı, bax, orada. Mağazamı çöküb, dağıdıb yerlə yeksan eləyib. Rafael Qarayevdir.
Onun şəriki Orxandır şirkəti. İndi Avrasiya Konstruksiyası elə də adına gedir, ikisi adına gedir. Hə, bax Alim şirkəti Rafael Qarayev. Nə bilim, orada işi var, yanında işləyirdilər Ziya müəllim idi. Əvvəllər evi dağıdan vaxtları görmüşdüm. Sonra elə ki tikintiyə bilmədik, bizi sakitləşdirdilər, yerin düzəltdilər. Bu tikintiyə başlayandan sonra da bizi qəbul etmədi. Kompensasiyona bağlı deyir, məhkəmə nə qərar çıxardarsa onda. Məhkəmənin qərarını gözlə də onda. Niyə dağıdırsan? Niyə mənim mağazamı da dağıdır? Məhkəmə Niyə sökürlər? Nətər sökürlər? İş məhkəmədə ola. Sən vermisən məhkəmə, iş məhkəmədə. Nəyə görə yerdə qalan dağıdırsan? Nəyə görə düzəldirsən? İndi bax xahiş edirəm, çıxsın ortaya. Buranda bilmirəm kimsə. Deyir bax 9 milyona satır mənim evimin yerini. Mənim evim yeri 9 milyona satılıb. O alan şəxsdən xahiş edirəm, çıxsın ortaya. Təzyiq götürsün. Mən yerimi imkan verməyəcəm. Mən məhkəmə qərarı çıxana qədər kimin xeyrinə çıxacaq. Axır ki mən vətəndaşam, mən çöldə qalmayacam ki. Bu yer istifadə verilməyəcək. Bu yeri nəyə görə istifadə verir? Almısan, sən get şirkət sahibinə denən ki, bu Rahilə xanımdır, Səbinə xanımdır, Əminə xanımdır, Nacilə xanımdır. Bunlar imkan vermirlər. Verməyəcəkdə mən vətəndaşam, mənim əmlakım niyə mənim anamla atan vərəsəliyinə 8 aylıq Kupçada da adımız ola. Xanım, keçən il mən bura gələndə siz bax bu binanın altında yatırdınız. Bəli. Sonra yorğun döşəksən. Getdik ofisə. Ofisdə söz verdilər ki, sizi təmin edəcəklər. Bəli, həmişə söz verirlər xanım. Həmişə söz verdilər. Heç biri əməl eləmədi. Heç biri. Bu gün getmişəm icra təzə Nəsim rayon icra hakimiyyəti dəyişib. Onun qəbuluna getmişəm, qəbul eləmədi. Ay başında bəs hara gedim? Kimin qəbuluna gedim? Niyə qəbul eləmirsən? Niyə icazəsiz verir? Deməli icazəsi mənə icazə olmadan icazə vermisən söküntüyə, ona görə mən qəbul eləmirsən. Xahiş eləyirəm, işıqlandırın. Görə gəlmir. Deməli işin içində özləri var, ona görə gəlmirlər. Nəyə görə? Sizə kirayə pulu verilir? Verilmir. 3 ildir mənim kirayə pulum da verilmir. Mən vətəndaşam. Mən niyə küçələrdə qalmalıyam? Mən nəyə görə dilənçilik eləməliyəm? Kimə müraciət edirsiniz burada? Burada müraciət edirəm, prezidentimizə müraciət edirəm. Polis idarəsinə Vilayət Eyvazova müraciət edirəm. Baş prokurorumuza, Kamran müəllimə müraciət edirəm. Bütün dövlət qurumlarına hamısa müraciət edirəm. Bu özbaşınalığa son qoyulsun. Bu cinayətkarların qabağı alınsın. Bu necə? Bu cinayətkarlıq deyil, vandalizmdir. Başa düşürsənmi? Bu vandalizmdir. Bu bir vətəndaşları prezidentimiz üstünə qaldırmaq, bu siyasətdir. İndi onu deyən yoxdur. Bir dənə dövlət qurumu ortaya çıxıb deyə bilmir ki, sən bunun əmlakı, mülkiyyətçi, belə nətər deyim, biz Ermənistan qaçqın olmuşuq. Ulu öndərimiz bizə 2001-ci ildə vətəndaşlıq hüququ verir. Toxunulmazlıq verdi bizə. Nəyə görə indi mənim prezident deməli İlham Əliyevin xəbəri yoxdur. Mənim prezidentimin xəbəri yoxdur ki, mənim prezidentimin xəbəri yoxdur ki, mənim toxunulmazlığımı qalmayıb da. Vətəndaşları prezidentimizə qarşı çıxartmaqdır. Nəyə görə vətəndaşlar çıxarsın? Çünki mənim prezidentimin, Mehriban xanımın, yuxarıda oturan bütün dövlət qurumlarının xəbəri yoxdur. Xahiş edirəm, bax, bu şirkət sahibindən də kimdir bunun arxasında duran çıxsın, görsün ki, aşağıda oturanlar vətəndaşları nə zülm eləyirlər. Nəyə görə mənim vəkil? Biz 8 ailəni 5 ildir süründürür, gəlib son çörək götürürdüm oradan. Kirayə pulumu vermir. Nəyə görə mən mağazımda dağıtdım? Nəyə görə mən mağazımı dağıtdım? Mən də geri çörəksiz qoldu. Nəyə görə mən? Hakimiyyəti gedirəm oraya, deyir mən xəbərim yoxdur dağıtmaqdan. Necə yəni? Siz nətər yəni? Çöldən bir daşı da götürəndə mən də şirkətin qabağından bir dənə kubuku götürsəm, bir araba ilə bir dənə kubuk alıb əlimdə aparsam, bütün dövlət qurumlarının xəbəri olar. Həmən məni qandalayardılar, həmən məni aparardılar. Dağıdır, icra hakimiyyətinin xəbəri yoxdur. Var. Deyir xəbərim yoxdur. Bu gün getmişəm, Ələsgər müəllim qəbul eləyib, başçının qəbuluna qoymadılar. Ələsgər müəllim qəbul elədi. O da deyir mənim xəbərim yoxdur. Deyirəm nətər xəbər yoxdur ki, mən o boyda əmlak dağıtır. Şəhərin mərkəzində qıraq deyil ki. İcra hakimiyyəti elə oradan o kabinetindən baxanda görürsən bura. Bəs bu traktor bura öz başına gəlib. Öz başına gəlib. Demiş ki, saxlanıb, indi düşüb qaçıblar içindən. Bəli, işdə maşın da var idi, burada yüklürdülər. Bəli, hələ yaxınlaşmışam, traktor sahibi deyir, bilirsən bunun sahibi kimdir, sana nə eləyər? Sən torpağın altında qoyar. Sizə hədəyə. Bəli, hədə qorxu gəlirlər mənə. Bizi xahiş edirəm sizdən, bir jurnalist olaraq bütün, siz bu vətəndaşların qayğısına qalan yeganə bir varlıqsınız. Allah sizdən razı olsun. Xahiş edirəm mənim səsimi prezidentimizə, Mehriban xanıma, Vilayət Eyvazova, Kamran müəllimə, hamısını xahiş edirəm, çatdırın. Bir də Nəsim rayon icra hakimiyyətinin özbaşınalığına son qoysun. Mən gedirəm, qəbul eləmir. Bəli.